Salam əziz müəllimlər, axşamınız xeyir. Deməli, bugün mən sizə mövzu 7-də 24-cü məsələ həlli qaydasını deyəcəm. Bizdə deməli, bir qat zıvananın qalınlığı 7 mm, detalın qalınlığı isə 15 mm olarsa, yuvanın və yarığın yanağının qalınlığını tapın verib. Biz bunun üçün nə edirik? Bizə yuvanın və yarığın yanağının qalınlığını zıvanaların simmetrik yerləşməsinin şərti hesablaması üçün düstur var. S2 bərabərdir 0.5, S0 və A. Bizdə burada deməli S0 detalın qalınlığını götürürük. S0 detalın qalınlığı 15 mm. A'nı da götürürük 7 mm. Bu da bir qat zıvananın qalınlığıdır 7 mm. Biz burada indi yerinə qoyacağıq bu düstura əsasən. Yazırıq S2 bərabərdir 0.5 vuraq. S0'ımız bizdə nə idi? 15 mm. 15 mm-dən çıxırıq 7 mm. Bu bizə nə verir? Verir 0.5 vuraq. 15'dən 7 çıxanda 8. 0.5'də 8'ə vuranda 4 mm. Deməli, yuvanın və yarığın yanağının qalınlığı nə qədərdir? 4 mm. Cavabımız A variantı. Cavab A. Belə.